120 qram kərə yağı, 100 qram şəkər, 1 çimdik duz birlikdə qarışdırırıq. 1 yumurta, 1 paket vanil, 250 qram xama qarışdırırıq. 1 paket qabartma tozu, 540 qram un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Yumuşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi 30 dəqiqəlik soyuducuda dinləndiririk. 200 qram qoz ləpəsi, 80 qram şəkər, 1 yumurtanın ağı. Qarışdırırıq, içliyimizi hazırlayırıq. Dinlənən xəmirimizi 3 hissəyə ayırırıq. Bir hissəni balaca, 2 hissəni böyük edirik. Böyük kündələrdən birini yayırıq. Qabımızın içinə gələcək şəkildə əlimizlə forma veririk. İçliyi xəmirimizin üzərinə əlavə edirik. Balaca kündəmizi qoyuruq. Üzərinə ərik cemi vururuq. Və sonuncu kündəmizdə yayıb üzərinə əlimizlə düzəldirik. Üzərinə bir yumurtanın sarısını vururuq. Çəngəllə deşiklər açırıq. Üzərinə qoz ləpəsi əlavə edirik. Əvvəlcədən isitdiyimiz 170 dərəcəlik sobada 50-60 dəqiqə bişiririk. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.